Əziz həmkarlar, bugün mən sizə təqdim edəcəyim ağac 15 yaşında VSL 2 calaq altısı üzərində Octavia sortu. Ağac burada 2010-cu ildə əkilmişdi. Ağacın gəlmə yeri Ukraynadır. Ukraynanın Çerkassk vilayətində Smeladan Aleksandr Vasilyeviç Matsenko'dan biz bu ağacları almışıq və gördüyünüz kimi 15 illik ağacların boyu bizə harasa 4-5 metre. Ağaclarda biz tək gövdə üzərində əkmişik. Əkin sxemi 4-ün 2-yədir. Və biz burada Step Leader'da almışıq gördüyünüz kimi və üstündə həddindən çox məhsul var. Və bunlar hamısı gələn ilin məhsulları. Bundan başqa bu cərgədə biz öyrənmək üçün o vaxt əkdiyimiz Cordia, Summit, Silvia, Regina və bir də Ukraynanın sortları var, bir-iki sortu var, Kırım sortları. Nəticə etibarı çoxları deyirlər ki, bu calaqaltı altdan pöhrə verir. Lakin biz belə bir pöhrəni burada görmürük. Ağac quraqlığa və soyuğa çox davamlı. Həm də istiyə davamlı. Bizdə burada maksimum soyuq olduğumuz vaxt 18 dərəcə olubdu. Maksimum isti olduğumuz vaxt kölgədə 42-43 dərəcə olubdu. Lakin bu ağaclara heç bir təsiri olmur. Yəni meyvə verib həmişə və kalibri çox 28, 30, 32 mm kimi kalibr verib. Bir ağacdan, belə bir ağacdan biz hardasa 25-28 kiloya kimi məhsul yığa bilirik. Yəni bu tək lider üzərində olan ağaclardan söhbət gedir. Eyni zamanda bizdə burada Maxima üzərində, Gizella 5 üzərində, Gizella 6 calaq altısı üzərində və Colt calaq altıları üzərində gilastingləri əkilmişdi və onlar da məhsullardır. Lakin torpaq, iqlim şəraitinə görə VSL-a çatan, VSL calaq altısına çatan ikinci bir gilas calaq altısı mən tanımam. Düz onlar da Maximada da məhsuldarlıq almaq olur, Gizella'da daha tez ikinci ili almaq olur. Siz baxsanız bizim videolarda siz görərsiniz ki 2 illik, 3 illik ağaclarda nə qədər məhsul almış. Amma dözümlüyə görə ən gözəli VSL 2-dir.